vaxtınız xeyir olsun. Bugün Ramiz Rövşənlə Ayrılıq şeirini səsləndirəcəm. Ümid edirəm ki, xoşunuza gələr belə şeirli səsləndirməyim. Gedirsən. Elə get, səssiz, səmirsiz. Nə qapını bərk vur, nə səsin gəlsin. Bu soyuq otaqda, tənha, kimsəsiz. Qoy elə bilim ki, yuxumdasan sən. Bir gün bu dünyadan köçüb gedəndə, kiminsə gözündə yaş olacaq. Biz ki, bu dünyada sevdik, sevindik. İndi bir-birini yad olacaq. Gedirsən. Yolun açıq olsun. Demirəm. Dönüb arxana bax. Gör kim qaldı geridə. Mən səni, sən daddığın acılarda sevirəm. Sən gedəndə, o uzaq, soyuq ölkədə. Kanalıma abone olmayı unutmayın. İnşallah ki beğenirsiniz.